Salam dostlar, bu videoda ABB'nin tətbiqində SMS məlumatlandırma xidmətini necə aktiv və ya deaktiv etmək olar, onu sizə addım-addım göstərəcəm. Əvvəllər yalnız aktivləşdirmə ilə bağlı video çəkmişdim, amma bu dəfə həm aktiv, həm də deaktiv olunma prosesi və yeni tarif haqqında məlumat verəcəm. Hal-hazırda 2025-ci ilin may ayına olan məlumata əsasən SMS məlumatlandırma xidmətinin aylıq ödənişi 3 manat təşkil edir. Tarixi qeyd etməkdən məqsədim bu video YouTube-da qalır və müəyyən vaxtdan sonra tariflər dəyişdikdə bu videonu izləyənlər yanılmasın. Tətbiqə daxil olduqdan sonra xidmətini tənzimləmək istədiyiniz kartı seçirsiniz. Daha sonra karta toxunaraq təhlükəsizlik bölməsinə daxil olursunuz və 3D Security SMS xəbərdarlıq bölməsini seçirsiniz. Burada SMS xəbərdarlıq sözünün qarşısındakı düyməyə toxunaraq bu xidməti aktiv və ya deaktiv edə bilərsiniz. Buradan gördüyünüz kimi 3D Security nömrəsini də dəyişmək mümkündür. Diqqət edin. Bu nömrə SMS məlumatlandırma nömrəsi deyil. Yalnız internet alış-verişlərində təhlükəsizlik üçündür. Unutmayın, SMS xəbərdarlıq aktiv edildikdə hər ay 3 manat xidmət haqqı tutulur. Bu hazırki qaydalara əsasən tətbiq olunur. Əlavə onu da nəzərinizə çatdırım. ABB'nin bəzi debit kartlarını onlayn şəkildə tamamilə pulsuz sifariş edə bilərsiniz. Videonun sonunda mənim ABB tətbiqində onlayn tam digikart sifarişi adlı videomda olacaq. Ona da baxmağı unutmayın. Və siz də rahatlıqla evdən çıxmadan kart sifariş edin. Əgər bu video sizin üçün faydalı oldusa, bəyən düyməsini sıxın, dostlarınızla paylaşın və kanala abunə olmağı unutmayın. Sağ olun, növbəti faydalı videolarda görüşənədək.